Hər vaxtınız xeyir olsun. Bu videoda mürəkkəb cümlə ilə sadə cümlənin sadə bir şəkildə fərqini öyrənməyə çalışacağıq. Videomuz kimlər üçündür? İbtidai sinif müəllimləri, bloka hazırlaşan abituriyentlər və həmçinin dil ədəbiyyat müəllimləri də istəyərlərsə elə belə vaxtların səmərəli keçirmək üçün baxa bilərlər, amma ciddi və böyük şeylər öyrənəcəklərmi bilmirəm, çünki bu sadə bir formada izahlı dərinliklər burada olmayacaq. Davam edək və ondan öncə onu qeyd edeyim ki, bizim imtahana qədər istər dil ədəbiyyat müəllimləri, istər ibtidai sinif, istər bloka hazırlaşanlar qruplarımıza imtahana qədər hazırlaşıb sınaq və canlılardan istifadə etmək istəyirlərsə 055 597 0151 ibtidai və blok 070 882 18 83 isə dil ədəbiyyat müəllimləri yaza bilərlər. Başlayaq, bismillah, getdik. Sadə cümlə ilə öncə sadə cümlə anlayışı nə deməkdir və mürəkkəb cümlə, daha doğrusu tabesiz mürəkkəb cümlə nə deməkdir? Bunlara baxmalıyıq. Biz ümumən proqram zamanı tabesiz mürəkkəb cümləni ibtidai sinif müəllimlərinə və blok etsə onlardan usta var. Deməli, həm tabesiz mürəkkəb cümləni ayrı-ayrılıqda, həm də tabeli mürəkkəb cümləni ayrı-ayrılıqda təqdim edilir. Bu adam tabeli ilə tabesizin fərqini bilməyəndən sonra heç o sadə ilə mürəkkəbin də fərqini bilməyəcək. Yəni, kini görəcək, odur, kini görəcək, sanı görəcək, dərhal biləcək, tabeldir. Hə, vəssalam. Tabeldə öyrənə bax bunu. Ona görə bu fərqləri bilmək üçün o mövzular lazımdır. Ümumən, bir çox proqramdan çıxarılan mövzuları biz tədris edirik. Bunun da səbəblərini imtahanda biləcəklər ki, nədən ötürüdür. İndi tabesizdə vacib məqamlara baxırıq. Tabesiz mürəkkəb cümlə iki sadə cümlənin təşkilindən yaranır. Bu tabeliyə də aiddir. Daha çox tabesizdə belədir bu. İki sadə cümlə olmalıdır orada. Və xəbərlər ayrı-ayrı mübtədalarla əlaqələnməlidir. Və yaxud xəbərlərdən biri bir mübtədən əlaqələnəcək, digərisi mübtədən əlaqələnməyəcək. Çox dərinliklərinə varmayacağım, çünki bu video yormaq üçün yox, sizi daha qısa vaxtda öyrətmək üçün. Gəldim kim? Mən. Düzdürmü? Yerində yox idin kim? Yox idin kim? Sən. Düzdürmü? Bunun xəbəri ayrı mübtədəyə aiddir, bunun xəbəri ayrı mübtədəyə aiddir. Bəzən görəcəksən ki, başqa cür olacaq. Gəldim, qanım qaraldı. Düzdürmü? Gəldim, qanım qaraldı. Sən düşünmə ki, eyni adama aid olmaq başqa şeydir, eyni mübtədəyə aid olmaq başqa şeydir. Yəni, necə deyirsən buradakı, məsələn, danışdım, kim? Mən. Heç nəyə başa sala bilmədim kim? Mən. Bunun ikisinin də əvvəlində, hər iki xəbərin əvvəlində mən sözün necə işlədirsənsə, yəni mübtəda necə işlədirsənsə, burada da eyni olmalıdır. Eyni olmayandan sonra ora güc tətbiq edilməsin. Yəni, mənaya baxmayacaqsan. Qrammatik cəhətdən uyğunlaşmağa, uzlaşmaya baxacaqsın. Bax, başa sala bilmədim, mən. Güc eləmirəm. Danışdım kim? Mən. İndi bax burada. Gəldim kim? Mən. Qanım qaraldı, kim? Mən. Deyə bilmərəm. Bəli, gələn də mənəm, qanı qaralan da mənəm. Amma götürə bilmərəm mürəkkəb cümlə kimi. Niyə? Dedik ki, iki sadə cümlə. Gəldim nə cümlədir? Müəyyən şəxsli cümlə, mübtədası var. Qanım qaraldı. Necə cümlədir? Mən qanım qaraldı olmaz. Düzdürmü? Qanım qaraldı şəxssiz cümlədir. Bu da oldu bir cümlə. Düzdür? Bir şəxsiz cümlə, bir müəyyən şəxsli cümlə. İkisi də birləşdi. Nə oldu? Tabesiz mürəkkəb cümlə. Yəni, deyə bilməzsən ki, müəllim, bəs bunun mübtədasını yoxdur. İki sadə cümlə birləşib bir mürəkkəb cümləni təşkil edir. Belə, yəni mürəkkəb cümlə heç vaxt əzbərləməyin də, bunun yolları var. Gəldim, amma yerində yox idin. Bu da tabesizdir. Bu qayda keçərlidir, ancaq tabesiz mürəkkəb cümləyə. Tabeldə bu qaydanı tətbiq etməyəcəksən. İrəlidə görəcəksən bunları. Danışdım, yəni onu da qeyd edelim ki, tabeli mürəkkəb cümlə tabesizdən çox asan, bəhşətli dərəcədə. Tabeli mürəkkəb cümlədə asanlıqla görə bilirsən, tabesizdə isə biraz və çox rahat səni çaşdırmaq olur və incə məqamlarda çoxdur. Danışdım, amma heç nəyə başa sala bilmədim. Sonra gəlirəm bura. Külək əsdi hər tərəfi toz dumana bürüdü. Sən əgər növlərlə öyrənmisənsə, problem yaşayacaqsan. Külək əsdi, ona görə də hər tərəf toz dumana büründü. Birinci növbədə cümləni düzgün oxumalısan. Burada külək əsdi, hər tərəf toz dumana büründü, hər tərəfi, yəni oranın hər tərəfi toz dumana büründü demir. Bürüdü deyir. Əsdi nə? Külək. Hər tərəfi toz dumana bürüdü nə? Külək. İkisini də eləyən küləkdirsə, nə olacaq? İstər MİQ, istər DİM imtahanlarında suallar incə düşür.
Yəni normadan çox çətin düşmür. Sadəcə incə düşür. Gözü rahat boyaya bilən, allada bilən suallar düşür. Bax bu da elədir. O qədər işləmsən ki, bunun külək əsdi, hər tərəf toz dumana büründü. Hə, səbəb nəticələrə tabiəsi mürəkkəb cümlə. Amma bu elə o cümlə deyil, axı sən düzgün oxusan, görəcəksən ki, problem yox imiş. Yəni təsəvvür elə imtahanda o qədər əziyyət çəkmisən, sadə cümlənin, mürəkkəb cümlənin, tabenin, tabiəsinin fərqini bilirsən, yəni insan gücündən yıxılar deyirlər ha. Sən də orada gücündən yıxılırsan. Bax, burada da həmin şey baş verir. Bir dənə hərfin zibilinə düşürsən. Düzgün oxu da. Yəni, onu da sənin yeni kimsə gəlib oxuyası deyil ki, tələsmək olmaz. Çox özünə darxayın olmaq olmaz və imtahanı, sual da gözündə dəhşətli dərəcədə böyütmə. İmtahan sonra standarta uyğun çox asan suallar düşə bilər, orta suallar düşə bilər, çətin düşə bilər. Yəni, asan sual göründə qorxma ki, Allah burada nəsə var. Var da tapdın da, nə istəyirsən? Belə, əsli nə? Külək, hər tərəf toz dumanı bürüdü, nə? Külək. Hə, desək ki, verilmiş cümlədə, ki, biraz indi qərəzləşdirəm sualı, verilmiş cümlədə xəbərə, məsələn, bu şəkilcini artırsaq, nə baş verə bilər, nə dəyişər? Hə, külək əsli hər tərəfi toz dumana büründü. Yəni, binanın, nə bilim, şəhərin hər tərəfi toz dumana büründü. Bu zaman sadə cümlə mürəkkəb cümləyə çevrilmiş ola bilər. Belə. Cəmil evdən çıxdı və o məktəbə sarı yollandı. Evdən çıxanda Cəmildir, məktəbə sarı yollanan da Cəmildir. Bu ayrı məsələ, amma sən bura bax. Çıxdı kim? Cəmil. Məktəbə yollandı. Yəni, yollandı kim? O. Hər ikisi ayrı-ayrı sadə cümlədən, müəyyən şəxs cümlədən ibarətdirmi? Bəli. Deməli, bu da nədir? Tabesiz mürəkkəb cümlə. Bax, buna görə də sadə cümlənin şəxsə görə, məqsəd imtahanə görə növlər var proqramımızda, ibtidailərdə. Amma sadə cümlənin şəxsə görə növlərini də öyrən. Sizə bir ziyanı yoxdur. Hə, bu getdi. İndi gələk tabeli mürəkkəb cümlədə incə məqamlar. Tabelisindən fərqinə ehtiyac yoxdur. Tabelinin sadə cümlənə fərqi, yəni harda görsən, necə görsən bunlar tabelidir, gəlin onlara baxın. M olan cümlə. M olan cümlə. Bax, oxudu mu faydası olacaq. Unutmayın, tabeli mürəkkəb cümlədə konkret üsullar var. Yəni, konkret qəliblər var, vasitələr var. Həmin vasitələri, həmin ipucların gördünsə, məsələ bağlanıb getdi. Tabesizdə baxırdın, mürəkkəblə fərqi, sadə ilə fərqi. Bax, o şeylər tabeldə unut geçsin. Yaxşı mı? M varmı? M varmı? Ki varmı? Sa varmı? Qutardı. Söhbət bağlandı. Oxusa öyrənəcək, o oxusa o öyrənəcək. Kimi düşünsən də sa varmı qutardı tabeldir. Yəni, tabel mürəkkəb cümlə o qaydaları nəzərə almır. Bax, bunu biləsiniz. M olan cümlə. Oxudu mu? Faydası olacaq. Öz sorum. Oxuyanda faydası olacaq. Sadələşdirsəm də belədir. Ona da ehtiyac yoxdur. Oxudu mu? Faydası olacaq. Olacaq nə faydası? Belə də götürmüyorlar. Olacaq nə faydası? Sonra, dedi mi? Edəcək. Lap ürəyin istəyir, yadında rahat. Yəni, sa daha rahat yadda qalıraq. M yadda qalmaya bilər, sa yadda qala bilər. Sən belə də yadda saxlaya bilər. Bu yadda saxlamaq üçün daha konkret üsul deyil. Xeyr, belə tapmaq olmaz. Çünki belə taparsansa, şərt budaq cümləsi ilə filoloqlar baxır, zamanı qarışdırırsan, bu qətiyyən qəbul olunan bir yol deyil. Etməyin bunu. Belə özün üçün yadda saxlamaq, tabeli olduğuna əmin olmaq üçün bunu eləyə bilərsən. Bu sadəcə qısa bir priyomdur. Oxusa faydası olacaq. Bura sağa qoy, ala bu da sənə sağ. Dedi mi edəcək, dedisə edəcək. Bu sağdan istifadə edə bilərsiniz, sağla tapmaq rahatdır. Sonra, görmədinmi nə deyir? Ümumiyyətlə bir şey yadda saxlayın. Ki olan bütün cümlələri, ki bağlayıcısı olan cümlələri nə götürəcəksiniz? Tabeli mürəkkəb cümlə götürəcəksiniz. Bəzən də o ki'dən bu cür istifadə edə bilərsən. Görmədin ki, nə deyir? Bax, ki olan cümlə nədir? Baş cümlə. Bu cümlə baş və ya budaq cümlədir. Tabi, deməli, ibtidailərə baş və budaq cümlə düşmür, amma mən bunu filoloqlar öyrənsin deyə dedim. Burada baş və budaq olacaq, yuxarılarda budaq və baş olacaq kiyə görə. Sa-sə olan cümlə. Bu sa-sə istəyir şərtin sa-səsi olsun, istəyir isənin qısalmış olsun. Fərq yoxdur. İkisini də görəndə tabel götürə bilərsən. Bu nədən ötürdü? İmtihana düşüb, biri belə düşüb, biri belə, 1, 2, 3, 5 rahat çıxdaş elədin, fərdi getdi. Bu rahat sənin vaxtına qənaət eləmək üçündür. Sa-sə olan cümlə oxusa öyrənəcək.
Qutardı. Sağ var, şərt şəkli ilə bağlanıb, budaq baş sxemidir və salam. Sonra ikinci salsəni belə də görə bilərsən. Gələrsə xəbər elə. Gələrsə xəbər elə. Bu da isədir. Onun da qısalmış versiyası salsədir. Dedisə narahat olma. Dedi mi narahat olma. Bu da budaq baş. Sonra bilirsənsə de. Burada da sağ var. Bilirsənsə de. Bu da tabeli mürəkkəb cümlə. Yəni mürəkkəb cümlədir. Qutardı. Tabeli tabesi olduğu düşməyə bilər, amma mürəkkəb cümlə olduğu ibtidailərdən soruşula bilər. Ki bağlayıcısı olan cümlə və ya bərpa oluna bilər. Baxın, ki bağlayıcısı olan cümləni asanlıqla tabeli mürəkkəb cümlə, yəni mürəkkəb cümlə kimi götürəcəksən. Düzdürmü? Bəzən o kini verməyəcək. O kini özün artıra biləcəksən. Bu da tabeli mürəkkəb cümlədir. Bu versiyada düşə bilərsə. Deyə bilər ki, mürəkkəb cümlələr seçin. 5 dənə cümlə verib. Birində ki ilə verib. İkinci cümləni sa ilə verib. Beşinci cümləndə gətirməklə verib. Kisiz verib. O zaman cümləni belə verə bilər. Elə bilir, öyrənmək asandır. Sən də baxacaqsan burada, özünü itirəcəksən. Düzdür? Və elə bilir, bu cür öyrənəcək. O elə bilir, o öyrənəcək. Vay, getdin onunla. Burada nəyi tətbiq edəcəksən? Kini. Ki olan cümlə bəli düşünür ki, belə həmişə belə olacaq. Nəsə, həmişə belə olacaq. Ki nədir? Mürəkkəb cümlədədir. İndi deyə bilər ki, ki yoxdur. Bax, elə bilir, öyrənmək asandır. Elə bilir ki, öyrənmək asan. Kini özün qoy. Yoxdur, özün qoy. Qorxma. Fərq o olacaq ki, ki olanda vergül kidən sonra olacaq. Ki olmayanda isə vergül xəbərdən sonra olacaq, bilirdən sonra olacaq. Və sonra bu şəkildə istifadə edə bilərsən. Ki olan və bərpa oluna bilən cümlələr tabeli mürəkkəb cümlələr, ki bağlayıcısından söhbət gedir. Sonra başqa çünkini gördünsə götürə bilərsən. Oxudum çünki bu mənə lazımdır. Mürəkkəb cümlədir. Kini dedi. Hər kəs gəlmişdir, belə ki, bizim orada olmağımız vacibdir. Bu da tabelidir. Oxuyuruq, məsələn, oxuduq odur ki, hamımız bu elmin arxasına düşməliyik və s. belə bir şey. Və yaxud ağlımdakı odur ki, belə də ola bilər, orada da olsa ki ilə tapa bilərsən. Çalışıram, ona görə də faydası var. Oxumur, ona görə ki, məsuliyyəti yoxdur. Bax, ona görə ki olanda da götürə bilər. Sonra, əgər hərgah yuxarıda dediklərim daha rahat, sadı, kidir, bunlar rahat, bunlar da artıq əlavədir də. Onları öyrənmirsən, bilirsən, bunlar da qoş onun böyrünə biraz da bildiklərini artır. Ehtiyatlı ol. Əgər oxusa faydası olacaq. Əgərlə işlənib burada deməli mürəkkəb bağlayıcı ilə bağlanmış tabeli mürəkkəb cümlə. Əgəri var orada. Hərgah gec idi, amma biz hazır idik. Hərgah bağlayıcısını. İndi ki inanmırsan, o zaman özün get. Burada da ola bilər. Hərçənd ki biz tələsirdik, amma o çıxmaq istəmirdi. Sonra düzdürlə verək. Düzdür, biz razı idik, amma onun fikri qəti deyildi. Bax, bu formalarda cümlələr düşə bilər. Bunların hamısını yazın. Burada nümunə vermişəm, oxumur çünki narahat deyil. Belə müəllimlər, müəllimlər və abituriyentlər və sonda bir şey deyim ki, əgər bizlə bərabər imtahana hazırlaşmaq istəyirsə, imtahana qədər bütün bunları və daimi təkrarlardan istifadə etmək istəyirsə, məsələn, biz nə edirik? Sualı qoyuruq, 20 dənə, 30 dənə rahat işləyirsiniz, sayta yığırıq, özünüz sərbəst. Daha sonra o sualları birinci cümlədən, birinci sualdan sonuncu suala qədər, 30-cu, 20-ci, 25-ci suala kimi hamısını tək-tək izahına canlı yayımda birbaşa baxırıq. Canlı yayımlarımız xüsusən axşam vaxtlardır ki, hamı rahat qoşula bilsin. Abituriyentlərdə də blok üçün eyni qədər sınağımız var. Girirsiniz həmin sınaqları, sınaq izah, hər gün birinə baxırsınız. O da sizin üçün faydalı olur. Bu qədər. Kanalımıza da abunə olmağı, bizi izləməyi yaddan çıxarmayın. Sağ olun.